Sumqayıtda 2 nəfərin vurulması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Səməd Vurğun küçəsində, yəni hazırda dayandığım bu ünvanda qeyd alınıb. Belə ki, Hyundai markalı avtomobil yolu keçən 2 nəfəri vurub. Onlardan biri elə hadisə yerində dünyası dəyişib. Digər şəxs isə ağır vəziyyətdə Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına çatdırılıb. İlkin məlumatlara əsasən, Hyundai markalı 77K 168 dövlət nömrə nişanlı minik avtomobili yolun qarşı tərəfə keçmək istəyən 2 qadına çırpılıb. Hadisə şahidlərin bildirdiyinə görə sürücü yüksək sürətlə hərəkət edib və piyadaları vaxtında görüb dayana bilməyib. Qəza nəticəsində piyadalardan biri Xalidə Cabbarova hadisə yerində dünyasını dəyişib. Digər piyada Yeganə Əmrahova isə ciddi xəsarətlərlə xəstəxanaya çatdırılıb. Hadisə yerinə dərhal polis və təcili tibbi yardım əməkdaşları cəlb edilib. Polis faktla bağlı araşdırmalara başlayıb. İlkin ehtimallara görə sürücünün diqqətsizliyi və yüksək sürət qəzaya gətirib çıxarıb. Meyit aidiyyəti üzrə təhvil verilib. Xəstəxanadan isə Dinas TV-yə bildirilib ki, yaralı Yeganə Əmrahova dərhal əməliyyat olunub və vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.